Tehranda Türkiye Baş naziri Recep Tayyip Erdoğan'la İran'ın dini lideri Ali Xamneyi arasında görüş keçirilib. Ali Xamneyi Türkiye ve İran arasındaki hazırki qardaşlıq, birlik ve dostluğu ötən əsrlərlə müqayisədə misilsiz adlandırıb. Sitat: "Hər iki ölkənin geniş potensialları əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün münasib zəmindir. Türkiye ve İran arasında imzalanmış müqavilələrin icrası zəruridir. Bu iki ölkə arasındaki münasibətlərin daha artıq möhkəmlənməsinə və daha sürətlə inkişaf etməsinə zəmin yaradacak. İran ve Türkiye xalqları arasında ürəkdən ürəyə dərin bağlar var. Ona görə də mövcud imkanlardan düzgün şəkildə istifadə edilməlidir." Recep Tayyip Erdoğan ise öz növbəsində İran'ı ikinci evi saydığını bildirib. Sitat: "İran prezidenti Həsən Ruhani ve bu ölkənin digər ölkə rəsmiləri ilə keçirilən görüşlər faydalı ve konstruktivdir. Türkiye iki ölkə arasında əlaqələrin hər gün daha çox inkişafının şahidi olarak bütün region ve dünya üçün bir nümunəyə çevriləcəyinə ümid edir." Onun sözlerine göre İran Türkiye yüksek səviyyəli strateji əməkdaşlıq şurasının yaradılması ilə bağlı sənədin imzalanması çox mühümdür. İranla Türkiye arasında mütəmadi görüşlərinin keçirilməsi ilə əlaqələri sanki iki ölkənin nazirlərinin müştərək bir nazirlər kabinetinin üzvləri kimi bir-birləri ilə müzakirə və əməkdaşlıq etmələri həddinədək inkişaf etdirəcəyik.